Zilhiccə ayının inşallah 18-i şənbə günü Qədirxum inşallah bayramı keçiriləcəkdir. Mövla-i Müttəqiyyən əleyhissalamın Allahın əmri ilə Peyğəmbər varisi yer üzərində imamətin və dinin kamil olması günü inşallah biz burada bayram eləyəcəyik. Mövla-i Müttəqiyyənin odur ki, ona qədər mübarək hədislərindən qeyd eləyək. Ən-Num əl-Qeybə deyilən bir mötəbər bizim kitablarımızdan Əbi Vaildən bir hədis rəvayət olunur ki, Nəzərə Əmirül-Müminin Əliyyə ilə-Hüseyn Həzrət Mövla-i Müttəqiyyən bir gün Həzrət Hüseyn əleyhissalamın üzünə baxıb buyurdu. Bu oğlum Peyğəmbər əleyhissalam onu başçı adlandırdığı kimi başçıdır. Çünki biz hədislərdə oxumuşaq, Həsən və Hüseyn oturduğu halda, qalxdığı halda, yəni qiyam halında hər bir halda rəhbərdir və imamdır. Həzrət Peyğəmbər əleyhissalam buyurubdur. Həzrət onu da buyurur. Sonra buyurur, Allah onun belindən dünyaya adı Peyğəmbərimizlə eyni olan həm sifətdən, həm əxlaqdan ona oxşar bir şəxs dünyaya gətirəcəkdir. O insanlar qəflət içində olanda haqqın öldüyü, ədalətin öldüyü, zülmün aşkar olduğu bir zamanda zuhr edəcəkdir. İndi Həzrət burada and içir. And olsun Allaha, əgər qiyam etməsə boynu vurulacaq. Yəni bu Allahın bir qəti hökmüdür ki, o gün gələcək və o gündə imam zuhr edəcək ki, və etməlidirlər. Onun qiyamı ilə göylərin əhalisi və sakinləri şad olacaqlar. O açıq alınlı, uzunsov burunlu, böyük qarınlı, aralı budulu, yəni ayaqları aralı budulu, solu budu xallı, seyrək dişi olacaqdır. Yer üzünü zülm və fəsad dolduğu zaman ədalətlə yer üzünü dolduracaqdır. Bu Həzrətin buyurduğu bir bizə bəşarətdir. Bu gün də bilirsiniz ki, imamətin 10-cu imamı Həzrət Hadi əleyhissalamın mövlud günüdür. Bu mövlud günü münasibəti ilə də bütün möminləri sizi imamı zamanı təbrik edirik. İnşallah Allah bizlərə Samirədə imamın ziyarətin nəsib eləsin. İmamdan bir mübarək hədis eşidək. Həzrət buyurur ki, Əleykum bil-vərə'i fə-innəhu-d-dinu əlləzi nulazimuhu və nədi'ullah bihi və nuriduhu mimmən yuvalina. Həzrət buyurur ki, sizə təqvanı tövsiyə edirəm. Çünki həqiqətən təqva elə bir şeydir ki, təqvasız din olmaz və istəyirik ki, siz həmin təqva vasitəsilə Allaha yaxınlaşasınız. Allaha dost olasınız. Həzrətin mübarək hədislərinə diqqət eləsək, həmişə imamlarımız bizə təqvanı, təqvadan da üstün vəra ki, Həzrət burada vəra buyurur və bizləri səsləyir ki, Allahdan qorxaq və Allaha itaat eləyək. Allahdan başqa varlıqlardan qorxan təqvalı ola bilməz. Vəra ona məxsus ola bilməz. Gərək insan Allahu Əkbər deyəndə bilsin ki, Allahdan başqa ona oxşar heç bir, onun əzəmətində heç bir varlıq yoxdur. İmam Sadiq əleyhissalam sahabələrindən birinə buyurur ki, o ki namaz qılırsan, deyirsən Allahu Əkbər, nədir mənası? Elə bizə də desə, biz deyəcək ki, Allah böyükdən böyükdür, hər şeydən böyükdür. Həzrət burada xeyr, o bizim düşüncədir, Allah böyükdür. Allah bizim güman etdiyimizlərdən də alidir və başqadır. Yəni, sən böyüklük deyən nəsə bir şey nəzərdə tutursan da, böyük, yəni nə? Bir cisimdir, onun bir ölçüsü var, bir mənbəsi var, bir məkanı var. Böyük yəni nə? Həzrət buyurur ki, yox, o sənin düşüncəndir. Yəni, Allahu Əkbər budur ki, ilahi sən mənim düşündüyümdən də əzəmətli Allahsan. Sənə heç bir ta yoxdur. Sən əzəmətli bir Allahsan. Yəni, Əkbərin mənası bu. Odur ki, insan o əqidəsində gərək müəyyən qədər əqidə məsələlərin həll eləyə və onları imamların buyurduğu kimi, necə deyərlər, dinin bizlərə buyurduğu tərzdə tanıya. İmamdan bir əhvalatı qeyd edeyim, kiçik bir əhvalat. Məhəmməd Rəyyanın oğlu hədisdə qeyd olunubdur ki, İmam Hadi əleyhissalama yazır ki, Yəbnə Rasulillah, mənə dünyada çətinliklər üz veribdir. Bugünkü gündə hamımıza aiddir bu. Yəbnə Rasulillah, hara əl atıram, daşa dəyir. İşim yetmir, hara belə deyər, axar suyun üstünə gedirəm, quruyur. Bu
çətinliklər mənə baş verir. Ya Rasulillah, mən Allahdan istəyirəm ki, dünya işlərimi müəyyən qədər səhmana salsın, axirətimi də versin. Amma dünya işlərində çox pisdir vəziyyətim. Ya Rasulillah, mən neyniyim? Həzrət ona bir dənə məktub yazır, fəqət bir cümlə ilə. Bir cümlədə Həzrət ona yazır ki, istiğfarı çox eləginən. Sən mən bilmirik ki, bizim nə günahımız var. Biz elə bilirik ki, elə biz pakıq, elə Allahdan hər nə istəsək elə rahatlıqla əldə edəcəyik. Elə deyil. Zalimlarla işimiz yoxdur, dünya pərəstlərlə işimiz yoxdur. Onlar öz, necə deyərlər, İncil-Loru dinləndirəm, xalastoyda gedirlər. Allah öz sevdiyi bəndələrini nizamla aparır. İstəyir ki, o nizamla, o çərçivədən kənara çıxmasın. Bəzən neynir? Onu çətinliyə salır. Bəzən asanlıq yaradır. Bəzən də çətinliyi axtarmalı ki, səbəbi nədir? Günahlarımız bəzən olur, görsən, hiss eləmirik, bilmirik. Odur ki, istiğfarımızı çoxaltmalı ki, ilahi, o günahları ki, mən eləyirəm, bəzən bilmirəm eləyirəm. Bəzən də ilahi, çətinliyə düşüb bilə-bilə günah eləyirəm. Bəndəyik də, məsum deyilik ki, çətinlik məni məcbur eləyir, acılıq məni məcbur eləyir, işsizlik məni məcbur eləyir. Görürsən ki, gedirəm günaha tərəf. Onda baxırsan ki, bax, bu şeylər insana müəyyən çətinliklər Allah gətirər ki, yəni getmə, bəndə, qayıt. İndi bilərik də günahımızı bilmərik də. Nəsə, Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə imamın dünyada ziyarətin, axirətdə şəfaətin, cəmi onu tanıyanlara, onu istəklilərə nəsib eləsin inşallah. Bir dənə də xoş olmayan bir xəbəri deyim ki, bu günlərim oxudum, yəqin siz də oxuyursunuz. Məsciddə, görsən, mövlud keçirdirik. Əli əleyhissalamın mövludu, xanım Fatimə əleyhissalamın mövludu, İmam Hadi əleyhissalamın mövludu, bütün imamların, amma bəzilərin biraz şirniyyatla, belə deyək, biraz yaxşı keçirdirik. Bunun hansı qanun pozunçuluğu var? Kimsə deyə bilərmi? Əqidə azadlığı, qanunlar, hamısı bizə imkan verir ki, bu günlərim Azərbaycanda din azadlığı, əqidə azadlığı bərpa olubdur. Biz komünistin dövründə yaşamırıq. Biz azad bir ölkədə yaşayırıq, müstəqil bir ölkədə yaşayırıq. Bundan ötəri qanlar tökülüb, canlar verilibdir. Əgər qanun pozulmursa, bunu keçirtmək bizim bir əqidəvi məsələmizdir. Əgər biz çıxıb nümayiş eləmiriksə, biz çıxıb nə bilim, nə eləmiriksə, qanun icazə verir ki, məscid daxilində dini, mövlud, bayram, cümə və ilə axırı bu kimi məclisləri keçirdə bilərik. Biz burada hansı qanunu pozuruq? Heç bir şey. Amma xəbər nədir? Yəqin ki, çoxdarınız oxudu. Nehram kəndində, Naxçıvanda İmam-ı Zamanın mövludun keçirdikləri dindarlar meçidin içində, daha mən bilmirəm orada nə qanun pozunçuluğu olub. Heç nə deyilmir. Keçirildiyinə görə, orada uşaqlara şirniyyat verildiyinə görə, meyvə şirəsi verildiyinə görə onları 1500-dən cərimə eliblər. 1500 manat cərimə eliblər. Məhkəmə qərar çıxar, 1500 cərimə elib. Çox qəribə bir məsələdir. Mən əqidəmlə əlaqədar məhərrəmlikdə deyirlər ki, az yaşlı uşaq olmaz. Yaxşı, ləbbeyk. Basa-bas olar, nə bilim, nə aydındır. Hansı ki, 10-15 nəfər yığışar imamına şirniyyat paylayar, təbrik deyər. Burada nə halsa baş verib, saxta baba ola bilər. Şirniyyat paylaya bilərsən. Hollegen, şeytani, maskalar geyinib uşaqları oraya apara bilərsiniz. Və ilaxirə onlara cərimə düşməz. Çünki qəribdən gəlib. Nə məsələdir? Yəni baxırsan ki, nədir? Artıq şiə əqidəsinə, İslami şiələrin əqidəsinə olan qarşı bir əməldir. Mən bu cür qiymətləndirəm. Hər kim nə inir özü bilər. Biz eseri komünist, ateist dövlətində yaşamırıq. Mən əqidəm budur. Mən imamıma mövlud keçirdəcəm, balamı da geyindirəcəm, meçidi də gətirəcəm. Pozğunçu yerlərdən gedim qutarım milləti. Barlar dolu pozğunçuluq. Hər yerdə basıb gizli məsələ deyil ki. Mətbuatda daha deyilməyən bizlərə sözlər qalırmır dinimizə. Bax, bu bir növ artıq o bizi, necə deyərlər, divara dirəmək deyim, yamın nə deyim, bu hər nə deyirsən deyinə. Beləsinə olmaz. Mən səslənirəm və bu işdə məsul olan şəxslərə səslənirəm ki, bu şeylərin, bu qanunsuzluqların qarşısını alsınlar. Gəlib bizə burada meçiddə imamdan danışmağın, şirniyyat paylamağa görə mənə cərimə eləməsinlər. Allahın veri izzət-i cəlalına bütün dünya şiələrin izzətli qərar versin. Amin. Və o şəxslər ki, şiələrlə bu cürə rəftar edirlər, Allah onların əvvəla hidayət
hidayət eləsin. Əgər hidayət olmazsa, Allah onların cəzasını tezliklə versin. O şəxslər ki, dinlə mübarizə aparırlar, o şəxslər ki, bizim əqidə azadlığımızla mübarizə aparırlar. Allah, sən özün şahidsən ki, bizim dünyada heç bir kəslə işimiz yoxdur. Əksinə, mənəviyyatla işimiz var. Mənəvi istəyirik gələcək xalqımız olsun, vətənpərvar olsun, qeyrətli olsun, namuslu olsun, təmiz vicdanlı adam olsun. İlahi, sən bunu bizim xalqımıza, bizim gənclərimizə nəsib elə. Və Peyğəmbər, Ali Peyğəmbər xatirinə o şəxslər ki, dinimizə köməkli eləyiblər, onların dünya axirətini abad eləyəcəklər. Və Peyğəmbər, Ali Peyğəmbər xatirinə şəhidlərimizin qanın ki, onlar bizdən ötürü töküblər, İlahi, onları Əhl-i Beytdən ayrı salmacaqlar və qazilarımıza sağlam ömür bəxş eləyəcəklər. O şəxslər ki, xalqımızın qeyrəti, namusu, dini üçün, vətənimiz üçün çalışarlar, istər maddi, istər mənəvi, istər gizlin, istər aşikar. İlahi, Peyğəmbər, Ali Peyğəmbər xatirinə onların sayını çoxaltqınan və bizləri özündən başqa heç kəsin qarşısında əl açmağa boyunduruq etməginən və aqibətimizə xeyirli qərar verginən və bizlərə beytüvü və Əhl-i Beyti ziyarət etməmiş dünyadan aparmaginən. Və həmişəki duamız da budur ki, məzlum insanlara, möminlərə, İslama ki, zülm edirlər, başlarına ot tökürlər, neynirlər, onların özlərin və havadarların məhvi, nabud eləcəklər. Dualarımızın qəbuluna, Peyğəmbər, Ali Peyğəmbərə, əziz şəhidlərimizə, boynumuza haqq olan insanlara, aramızdan gedən möminələrə yad eləyək, 3 salavat hədiyyə eləyək.